Salam hörmətli müəllimlər, əziz şagirdlər və qonaqlar, xoş gördük hər birinizi. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci il Konstitusiya və Suverenlik ili elan olunmuşdur. Nəzərinizə çatdırıram ki, bugün tarix fənində biliş yarışmamızı Konstitusiya və Suverenlik ilinə həsr olunub və yarışmamızı açıq elan edirik. Şimdi səslənir. Müəllim yoldaşlarımız, iş yoldaşlarımız və eyni zamanda sevimli şagirdlərimiz, bugün tarix fənnindən yarışma keçirilir. Hər kəsə, komandalarımıza uğurlar arzulayırıq. Və keçən yarışda dediyim kimi, təbii ki, bütün yarışların qalibləri tədris ilinin sonunda Şuşa və Xankəndi şəhərlərinə səyahət edəcək. Növbəti yarışlarda digər şagirdlərimizdə görmək istəyirik. Uğurlar olsun. Gəlin özümüzü bir alqışlayaq. Səfər komandasını yarışa dəvət edirik. Komandamızın kaptanı Aslanov Nihat. Vətən komandasını yarışa dəvət edirik. Komandamızın kaptanı Hümbətli Xəzər. Lider komandasını yarışa dəvət edirik. Komandamızın kaptanı Nəbili Salman. Qarabağ komandasını yarışa dəvət edirik. Komandamızın kaptanı İbrahimli Emin. Birinci sualı səsləndirdim. İlk sənətkarlıq sahələri hansı dövrdə yarandı? İkinci sual. Eradan əvvəl 6-cı əsrin 4-cü rübünə aid olan hadisəni seçin. Səfər komandasından başqa digər komandalar düzgün cavab vermişdir. Lider ve vətən komandaları.
Gücün hesabı yalnız vatan komandası vermiştir. Gücün hesabı lider komandası vermiştir. Esse é o DJ Holanda, tá lançando a nova moda. É o DJ Holanda, imã de piranha, imã de piranha. Imã de piranha, imã de piranha. Yalnız vatan komandası. Sonuncu sualdır. Hal-hazırda Vətən komandası bir xalla öndədir. Bəli, xeyr. Son sualdır və bu suala lider komandası doğru cavab versə, əlavə olaraq bir sual da səsləndiriləcək. Amma Vətən komandası doğru cavab versə, bizimlə Xankəndi və Şuşa şəhərinə həmin komandanın iştirakçıları gedir. Və əziz şagirdlərimiz, bugünkü bizim yarışmamızın aparıcısı Gülay Həsənini alqışlayaq. Təşəkkür ediyorum mən. Və bu son olduğu üçün, artıq son sual olduğu üçün, eyni zamanda bu işin təşkilində zəhmət çəkmiş Arzu müəllimə sizə təşəkkür edirik. Alqışlayaq Arzu müəlliməni. Məktəbimizin təşkilatçı müavini İlhamı müəllimə təşəkkür edirik. Eyni zamanda onlarla bərabər zəhmət olan digər adlarını çəkmədiyimiz yoldaşlarımıza təşəkkür edirik. Var olasınız müəllimlər, çox sağ olun. Və qaydaq yarışmaya. Sonuncu sual həll edici ola bilər və yaxud da ki, hələ də yarışımız davam edir. Buyurun, sual gəlir, diqqətli olun. Sualı səsləndirirəm. Bu hökmdar nə müqabilə tanıyıb, nə müqabiləsi tanınıb, nə paytaxtda hakimiyyətə gəlib, nə də qonşu dövlətlər ərazi məsələlərində onun fikrini soruşub. A variantı 2-ci Abbas, B variantı Uzun Həsən, C variantı 1-ci Abbas, D variantı 2-ci Təfasib, E variantı 3-cü Abbas. Bu hökmdar nə müqabilə tanıyıb, nə müqabiləsi tanınıb, nə paytaxtda hakimiyyətə gəlib, nə də qonşu dövlətlər ərazi məsələlərində onun fikrini soruşub. A variantı 2-ci Abbas, B variantı Uzun Həsən, C variantı